Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Tam ədədlərin toplanmasına və çıxılmasına aid olan bir sualdır. Suala keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə mövzuların həm geniş izahı, həm də qısa şəkildə izahları paylaşılır. Sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçək sualın izahına. Burada uşaqlar həm qüvvəti yüksəltmə əməli var. Məsələn, biz bilirdik ki, uşaqlar, məsələn, -2-nin kubu dediyimiz zaman, əgər qüvvətdə tək ədəd varsa, cavabımız mənfi alınmalıdır. Yəni 2 vur 2 vur 2 olacaq və burada da -8 olacaq uşaqlar. Məsələn, burada -3-ün kvadratı dediyimizdə, burada -3 vurulsun -3 olacaq. Yəni bu müsbət olacaq deyək də uşaqlar. Yəni əgər qüvvətimiz cüt ədəddirsə nə olacaq? Müsbət ədəd olacaq. İndi gəlin verilənləri yazalım. -8 çıxılsın -11 və bir də üstə gəlsin 9 şəklində olacaq. Burada 6 çıxılsın 3-ün də kvadratı olacaq 9. Burada -8, burada 2 dənə mənfi müsbətə çevriləcək uşaqlar. Üstə gəlsin 11, üstə gəlsin 9 və burada altdan da 9 çıxdığımız zaman bura -3 eləyəcək. -8-in üstünə 11 gələndə burada 3, 3-ün üstə 9 gəlsəm 12, 12-ni də -3-ə bölsək uşaqlar, cavabımız eləyəcək -4, B variantı.